Herkese salam, kanalıma xoş gəldiniz. İndi temiz sifarişlərini açacağım. Əslində hamısı yenə gəlməyib, bir neçə hissəyə bölünüb. Yəni bundan sonra 2 ayrı paket yenə gəlməlidir. Digər paketlərdə də ehtiyacım olan şeylər var idi, ancaq temiz sifarişləri gecikdirdi. Yəni ki, mən gözlədiyimdən biraz daha gec oldu, çünki mən xüsusi ad yazılan setlər var idi. Onu da yəqin ki, hazırlanma vaxtı biraz gec olduğu üçün sifariş gecikdi. Mən də 2 gün sonra Bakıya gedirəm inşallah və oraya aparmaq istədiyim hədiyyələr idi, ancaq gecikdi, yəni qismət deyilmiş. Nəysə, indi isə onların gəlməyini gözləyə bilməyəcəyim üçün bunları açacağım və sizinlə də paylaşım dedim. Yenə də nə aldım, necə gəldi, keyfiyyətlidir ya yox. Böyük bir bağlamada, indi xatırlaya bilmirəm ki, mən nə almışdım ki, belə böyükdür. 2 də evet, belə geyim çıxdı. Bunun ikisi də eynidir. Bacımın qızlarına geyim dəsti aldım. Hardasa 10 və 11 yaşlarında da, yox səhv dedim, məsələn 11 və 12 yaşlarında olmalıydı. Mən isə ikisinə də 12 yaş aldım, çünki ən böyüklərdən büyüdü 12 yaş. Baxın, belə bir, burada nə qədər göstərə bilərəm bilmirəm. Belə bir alt geyimdir və onun da belə bir üstü var. Çox qəşəng, yumuşaqdır. İçi belə polarlıdır. İndi ümid edirəm ki, ikisinə də ölçüsü tam olar. Birinə yəqin ki olar, o birisinə sadəcə böyük olar mı deyə düşünürəm. Böyük olmaz, aslında tam boy olacaq. Çox bəyəndim. Həqiqətən əsas odur, qalındır. Yəni ki, yaxşı, üstündə yaxşı oturacaq. Növbəti belə bir şar dəstidir. Ad günündə falan qeyd eləmə şeylərində şar buludu, nəsə elə bir şey deyilir. Səhv eləmirəmsə, dəqiq də bilmirəm. Belə bir şey aldıq. Bunu isə mənim bacımın inşallah bir şey olacaq. Ona xəstəxanadan çıxandan sonra evdə belə qarşılama nə deyilir bilmirəm. Qarşılama törəni deyək, elə bir şey hazırlamaq üçün belə balonlar aldım. Yenə kariçini və krem tonlarında almaq istədim hamısını. Sonra belə qutulardan. Bunu da indi açmaq istəmirəm, çünki həqiqətən İndi açıb da dinləyəcəm. Bunu da yenə ekrana şəklini qoyaram. Belə üst-üstə qutulardır və baby yazılır. Bunu da yenə yerdən yuxarı belə baby yazısı eləmək üçün qəşəng deyə düşündüm. Növbəti belə masa örtüsüdür. Yenə masanın üstünü örtmək üçün belə bir masa örtüsüdür. Və baxın, belə bir şeylər. Bu da yenə muffinlər olur. Mini muffinlərin üstünə taxmaq üçün. Bunlar hamısı demək olar ki, dekorativ bəzəklərdir. Demək olar ki, hamısı eynidir. Belə ayıcıq şəklində var. Və belə balonlu ayılar var. Bunlar da çox şirindir. Növbəti belə bir şey aldım. Bu demək olar ki, bu alışverişin hamısı bəbiş üçün və yəni ki, Bakı üçün hədiyyələr də deyə bilərəm. Əmziyi içinə qoymaq üçün belə bir şeydir. İçinə əmzik qoyulur. Bu da belə çantadan asmaq üçün belə bir şeydir. Yəni çantadan və ya kalyaskadan asmaq üçün əmzik kirlənməsin deyə belə bir silikon qabdır. Növbəti belə bir şeydir. Bu da xatırlaya bilmirəm. Bugün çox qaça-qaçda olmuşam deyə həqiqətən benim üstümdə deyil. Bunun nə olduğunu xatırlaya bilmədim. Hə, metal kəsmə taxtası deyilir. Kəsmə metalı. Taxtası deyəndə taxta material olmalıdır. Yeməkləri falan doğramaq üçün metal bir şey aldım. Çelik daha doğrusu. Belə bir şeydir. Çox böyük ölçüdə deyil, amma iş görəcək yəni. Artıq hər şeyin ya şüşəsinə ya da metalına keçirəm, çünki plastiklər çox zərərlidir və əlimdəki plastiklərin hamısını atmağa çalışıram. Yenisini aldıqca atıram, yenisini aldıqca atıram. Bu da belə. Bunda belə bir şeydə pat-pat şeyin içində yollayıblar. Yaxşıdır. Növbəti belə bir sırğa dəsti aldım. Həqiqətən keyfiyyəti çox gözəldir. Yəni demək istədiyim odur ki, belə bəzilər olur belə incə, tənəkə kimi əlinə alanda hiss edirsən o keyfiyyətsizliyini. Bu qətiyyən elə bir şey deyil. Həqiqətən çox gözəldir və ağırdır. Açıb örtəndə də çox sərt olduğu hiss olunur. Növbəti belə Şamdan almışam. 3 dənə. İndi bunu çəkini mən ekrana qoyaram. Baxın, belə açıq vəziyyətdə gəlir. Və belə 3 dənə altı var. Bunları indi yığmağa vaxtım yoxdur. Həm də ki, bunları yeni evimə almışam. İnşallah ona görə artıq yeni evə aldığım hər şeyi paketindən açmadan qoyuram kənara. Çünki bu evdə artıq qətiyyən yer yoxdur. Belə qutular almışam. Doğum hədiyyəlikləri hazırlamaq üçün. 20 dənə olmalıydı bunun içində, səhv eləmirəmsə. Elə də ki, yetərli idi. Yəni.
24 dənəymiş. Belə yığırsız balaca qutu olur və içinə şəkərlər qoyursunuz birlərinə paylamaq üçün. Baxın, belə balaca iğnə qutusu almışam. Əslində bunu spiçka qutusu kimi də göstərmişdilər orada. Baxın. Hani şamı falan yandırmaq üçün spiçkalar qoymağa, amma çox balacadır. Yəni uzun spiçkalar yerləşməz buna. İğnə də ki, yəni çox xırda iğnələr yerləşər. Burada da spiçkayı yandırmaq üçün yeri var. Və yenə böyle bir şeyler var. Bunu da yine şeklini koyacağım ekrana. Yanında ipi de gəlib açmaq üçün. Və ya baxın belə bir xırda iğnəsi var. İpləri keçirmək üçün. Çok güzel düşündük bence. Bunları duvardan asmaq üçündür. Yine dekoratif. İçində də 8 dənə var. Və son siparişim. Belə bir kutu aldım. Kutu da yine çok balacadır. Böyük görsənlər də, amma işini görəcək. Baxın belə bir kutudur. Belə bir şifrəsi var. Bu əslində kumbara kimi bir şeydir. Pul qabı, pul yığmaq qabı. Burası qızıllı detallıdır. Açılmağı necə açılır onu bilmirəm. Tamam, qorxdum. Belə bir şeydir. Mən isə bunu sədəqə qutusu eləmək istəyirəm. Evdə bir dənə belə qabım var. Onun üçün həmişə pul atıram sədəqə üçün. Ancaq istəyirdim ki, daha güzel bir kutu olsun ki, onu mən sədəqə qutusu eləyim. Belə şirin bir şeydir. Bəyəndim. Siparişlerim bu kadar idi. Diğerlerinde de yine bazı şeyler var. Onu da belki bir sonraki videoda çekip paylaşırım. Onu da daha çok ev, xırda, ıvır zıvırları böyle bir şeyler almıştım. Geri çıkmadı. Videomu izlediğiniz için çok sağ olun. Kanalıma abone olup bana destek olsanız çok sevinirim. Bir sonraki videoda görüşerek sağ olun. Bugün Temu'nun son paketini açıram. Son paket dediğim aslında bir paket yine var. Orada da belə banka tərzi bir şey aldığım üçün, quru yolla gəldiyi üçün gecikdi kargom. Əslində bu da gecikmişdi. Mən Bakıya getdim, gəldim. Bu sabah gəldim. Bu arada biraz xəstələnmişəm. Səsimdən də bəlli olur. Bunu gecikmişdi. Əslində Bakıya gedəndə içində oraya aparmaq istədiyim bir şeylər var idi. Ən əsas bu kargoda idi. Amma bu kargo gecikdiyi üçün bunu məndə qonşum aldı sağ olsun. Səhər tezdən gəldik Bakıdan. Gələn kimi tez sumkaları və bavulları boşaltdım. Hara gedirəm gedim. Ən əsası yəni nə qədər yorğun da olsam evə qayıdan kimi mən sumkaları boşaldıram. Yuyulacaqları atıram. Təmizləri yerinə yığıram. Çantaları da atıram yuyulmağa falan. Yəni ki bunları etməsəm nə qədər yorğun olsam da heç rahat ola bilmirəm. Nəysə yəni o işlərimi etdikdən sonra saçımı yudum. Ondan sonra isə tez bunu açım dedim. Bu arada üzümə makyaj falan elitməmişəm. Black Friday indirimlərindən Trendyoldan bunu almışdım. Bu SPF yəni ki ton eşitleyici pəmbə güneş kremi və BB krem kimi effekt verdi. Mən həmişə belə ağır tonal kremlər falan istifadə edə bilmirəm. Çünki sifətimdə bir ağırlıq hiss edəndə həqiqətən çox narahat hiss edirəm. Ona görə həmişə BB kremlər istifadə edirəm. Normalda həmişə istifadə etdiyim Kiko'nun BB kremi var və həqiqətən çox gözəl düşür üzümə. Çox yüngül olur. Heç hiss olunmur ki üzümdə nəsə var. Valla çox oldu bunu. Bir aydan artıq olmuş olar Black Friday indirimlərində. Belə baxanda 2 ay olub alalı. Amma heç istifadə etməmişdim. Çox bəyəndim yəni ilk yoxlamama baxanda. Bunu sadəcə günlük istifadə üçün çox gözəl olar deyə düşünürəm. Nəysə yəni reklam falan deyil təbii ki. Nəysə keçək videoya. Tez bu kargomu açım. Bu arada Bakıda həqiqətən o heç həmişə külək olduğunu bilirsiniz. Yəni ki oğlumu qorumağa çalışarkən xəstələnməsin deyə mən özüm xəstələndim. Və yol gələrkən də həqiqətən mənim üçün çox çətin oldu. Yolun yarısını soyuqdan titrədim. Yolun yarısını isə istidən tərlədim. Sanki temperaturum da var idi. Nəysə, belə gəldik, çıxdıq çox şükür. Saçım biraz sərgəsiz ola bilər. Yəni biraz ıslaqdır və təbii halı belə buruqlu olur saçımın. Mən darasam və qurutsam düz olacaq. Nəysə, tez açıram. Görən bacımın yeni bir bebişi oldu və ona Temu'dan belə bir tulum aldım. Baxın. Ayaqlı. Arkada belə bir quyruğu var. Və papağı. Deməli bunun əslində belə incə olduğunu təxmin edirdim. Baxın, görsənmir ki. İncədir yəni. Yazda falan geyindirmək mümkündür. Mən deyəsiz 0-3 ay almışdım. İnşallah 3 ayına göndərə bilərəm və ya onlar gəlsə qismət olar. Belə yəni ki, çox da qalın bir şey deyil, amma gözəl görsənir. Növbəti bir şey bacımın qızları üçün, yeğənlərim üçün. 2 dənə də böyük qızı var. Belə bir şey istəmişdilər. Tam da anlamadım. Hə, sticker kitabçası. Deyəsiz artıq 10-12 yaşlarındakı uşaqlar bu stil şeylər sevir. Tam da bilmirəm yəni nədir. Amma sticker kitabçasıdır və baxın bir sürü stickerlar var. Bu stickerlar deyəsiz dırnaqlara falan yapışdırmaq olur. Uşaqlar istəmişdi məndən bunu. Amma təəssüf ki çata bilmədi. Kargom göstərim. Çox şirindilər.
Yarısı da belə stikerlardı. Yəni yarısı şəffafdı, yarısı da belədir. Həqiqətən çox pis soyuqlamışam. Mən oraya gidəndə uzun paltomu götürmədim. Çünki çox da yer alsın istəmədim çamadanda. Amma qısa kurtkamla da bu tərəflərimi üşütdüm və ondan sonra öksürüyə başladı. İndi isə qrip olur deyə düşünürəm. Nəysə, belə çıngıraq plastikləri, həmişə işlətdiklərim bunlar, düşdürürüm. Onlardan almışdım 2 paçka. Deməli bir paçkada 24 dənə idi. Mən isə 2 paçka almışam. Toplamda 48 dənə edir. Yeni il siparişləri o kadar yoğun idi ki, yani maşallah deyim yenə də, amma çox yoğun idi və demək olar ki, hər şeyimi bitirdim. Pakovkalarım, zinciri üçün bəzi materiallar. En son getdim aldım, amma neysə. Növbəti ürün pipetlərdir. Bunlar çelikdir. Əslində profildə həm çelik, həm şüşə göstərirdi. Həm də seçim şansı yox idi da. Yəni ya çelik gələcəkdi, ya şüşə. Mən də tam sipariş verdiyim günün sonrasında belə bir video gördüm ki, şüşə pipetlərdə, buna nə deyilir Azərbaycanca bilmirəm, pipet deyək. Bunun şüşələrində həmişə belə stəkanın içinə qoyanda bu ola bilər ki, bu hissələrdən şüşəsi qırılsın və o xırda qırılmış şüşəyi belə içəndə boğazınıza getsin və boğazınıza kəssin. Elə bir video gördüm. Mən də dedim, ay dedim, mən tam sipariş vermişkən, amma indi baxıram ki, mənə çelik gəlibdi və çox şükür deyirəm. Deməli 4 dənə belə düz var və 4 dənə də belə əyri var. 2 dənə də belə içini təmizləmək üçün fırça qoyublar. Belə tam iç hissəsini təmizləmək üçün məncə lazımlı bir şeydir. Temunun həqiqətən bu şeyini sevirəm. Məsələn, bacımın ev işini qarşılamaq üçün belə ev dekorları falan almışdıq. Yəni o dekorlarda adicə deyək ki, duvardan asılacaq sadəcə bir şey var və onun içində ipi ilə birlikdə o ipi keçirmək üçün iynə belə qoymuşdular. Yəni ki, hər lazım olan detayı düşünürlər ki, sən bunu asanlıqla düzəldə bilərsən. Növbəti ürün özüm üçün aldığım bir şeydir. Bugün videoyu bu otaqda çəkirəm. Çünkü bu otağın ışığı daha yaxşıdır. Arkamda da yastığım var. Çünkü belim ağrıyır həmişə. Burada da özümün boyadığım tablom var. Ama bir tərəfi əyilib. Neyse. Keçək ürünümüzə. Bu duz falan, ədviyyat falan döymək üçündür. Ətli bir ürün. Xatırladım. Ben o kadar uzun vaxt geçib ki. Özüm üçün belə bir tayt almışdım. Baxın. Aslında çok kısa görsəlir. Ama uzanan bir şeydir yəqin ki, olar. Sadəcə bu taytlarda sevmediğim şey bel hissəsi çox sıxır və narahat edir. Amma idman falan eləyəndə belə bir tayt olsun deyə. Materialı indiki baxdığım halında çox gözəldir. Yəni ilk təəssüratımda çox gözəl olduğu görsəlir materialının. İstifadə etdikcə baxarıq necədir. Amma yəni həqiqətən keyfiyyətli bir tayt materialı var. Deməli burada bacımın qızları üçün adları yazılı sep sipariş eləmişdim. Bunlar paslanmaz çelikdir. Bunlar yazılır. İnşallah ki paslanmaz, amma keyfiyyəti falan çox gözəl görsənir. Bunlar özel ada uyğun sipariş olduğu üçün, sırf bu üçün gecikdiyini düşünürəm kargomun. Bir də baxıram, həqiqətən də keyfiyyətli bir şeydir. Və yenə bacımın qızları üçün belə bir üzük dəsti var idi. Sadəcə muncuqlardan hazırlanmış üzüklərdir. Baxın. Belə bir pişik detayı var. Gördünüz. Belə bir üzük dəstidir. Növbəti ürün işim üçün olan bir materialdır. Belə bir iğnə dəsti aldım. Bunlar dikiş iğnəsidir. Uç hissəsində belə kağız qoyublar ki, batmasın. Bunlar həmişə oyuncaqların üzünü, gözünü formaya verərkən mənə lazım olur. Deməli bunun içində 25 dənə var. Çox uyğun qiymətə aldım. Amma mən Bakıdaykən bir mağazada bunun bir dənəsinin 30 qəpik olduğunu görmüşdüm. Neysə, Bakı qəpik yəni. Deməli belə göz dəsti almışam. 12 mm-lik içində 100 dənə var. Sadece qara gözlər. Qara gözlərim qalmamışdı 12 mm. Yəni heç qalmamışdı. Beləsə 12 mm kənarları şəffaf varım idi. Amma belə tam qaralarım qalmamışdı. Və bəzi modellərdə bunlar ehtiyacım olur. Bu arada bəzən burnum tutulur və çox çətin nəfəs alıram. Belə bu video çox çətin şərtlər altında çəkilir. Özüm üçün keçən siparişlərdən birində Temu'dan üzük almışdım. Hardasa ilk dəfə bijuteri alırdım Temu'dan və keyfiyyətini çox bəyəndim. Yəni belə bir tənəkiymiş hissi vermirdi. Ona görə ondan cəsarət alaraq belə də bir üzük aldım. Baxın. Belə. Bu da yenə ölçüsü
böyüdülüb kiçildə bilər, amma tam barmağımdadır. Çox qəşəng görsənir. Belə şeyləri çox bəyənirəm. İsti çayımı aldım, gəldim. Növbəti ürün. Bu yeməkləri falan vakum edəndə bunun içinə qoyursunuz. Yəni vakum kağızlardır. Belə bir şeydir. Yeməkləri bunun içinə qoyursunuz, kəsirsiniz, sonra vakum aparatında ağzını vakum edirsiniz. Məndə vakum aparatı da var. Onu da elə Temu'dan almışdım, amma buna görə biraz boyu küçük gələ bilər. Harsa bura qədərdir. Ən böyüklər var, ondan almalıyam deyə düşünürəm. Bu da əslində biraz balaca görsənirdi şəkildə. Şimdi də həmişə balaca görsənirlər, böyük gəlir, böyük görsənirlər, balaca gəlir. Ona görə də başa düşmək olmur. Amma nəysə, daha yaxşı. Növbəti bir ürün belə bir şeydir. Bu, yeni doğan uşağı çimizdirmək üçün taxılan filedir. Bundan əslində mən buradan da bir dənə alıb aparmışdım. Buradan aldığımı unutmuşam və bundan da bir dənə sipariş eləmişəm. Amma belə deyim, buradan aldığım çox incə bir şey idi. Sadəcə file idi. Amma baxın, bu biraz fərqli şeylərdə olan bir şeydir. Bu hissəsi daha yumuşaqdır. Bu yəqin ki, şu an başını qoymaq üçündür. Bu hissəsi belədir. Buraları da çox möhkəmdir, baxın. Bunu çox çətin taxmaq olar. Elə də ki, çox çətin çıxartmaq olar. Yəni, çox möhkəm bir şeydir. Növbəti belə bir pinset almışdım. Göstərdiyi qədərilə çox-çox incə tüklər də alırmış. Məndə belə bir problem var. Qaşın özü çıxmamış. Burada qara-qara nöqtələr görsənir. Yəni köklər görsənir, amma çıxmayıbdır. Ona görə ya onu sıxmalıyam, ya da ki çox incə bir şey ehtiyacım var idi ki, mən onu oradan söküb çıxarda bilsin. Bilmirəm, bunu da tam orada elə anladırdı. İndi yoxlayaram və bilərəm. Amma Bakıdan da bir dənə belə bir şey aldım. Görək indi hansı daha effektiv olacaq. Növbəti belə bir kargoda nə olduğunu bilmirəm, heç xatırlamıram da. Bu dəqiqə beynim elə qarışıqdır ki, nəyin nə olduğunu heç bilmirəm. Hə, bu şeydir, bijuteriya qabı. Mən belə bir bijuteriya qabı var idi. Onu bacıma vermişdim. Sonra özümə də bir dənə alın dedim və üstə ad yazmaq olur. Buraya yası yazılıb, özüm yazdırmışdım adı. İçi də elə obisi kimi, digər şey kimi. Küçük bir şeydi, amma bu səyahət üçün, yəni ki, bir yerə gedəndə səyahətə və ya bir toya gedəcəksiniz, yəni isə o zaman yanınıza çox az ala biləcəyiniz bijuteriyaları qoyacaq. Ay, burnum tutulub deyə səsim də çox qəribə gəlir və nəfəs almağım da çox çətinləşdi artıq. Növbəti belə bir şey, bu da bunun ensili gözlər, 2 başqa almışdım ki, yüz çıt olsun. Hə, belə bir şey. Bu tabanları, ayaq tabanını belə təmizləmək üçün bir şeydir. Heç bilmirəm effektiv olacaqmı. Yoxlayıb görərik. Bu da onun ağzına taxmaq üçün bir şeydir sanki. Tam da anlamadım. Belə bir şey. Hə, ağzına taxılır yəqin. Tam anlamadım. Amma bu hissəsi, yəni ayaq tabanını təmizləmək üçün bir şeydir. Yoxlayaram və görərəm necə effektiv bir şeydir ya yox. Bunun da möhkəm materialı var. Yəni dırnaqlarım çox estetik olmasa da çox sevirəm üzüklər falan taxmağı. Belə mən dırnaq sevmirəm. Yəni başqalarını da sevirəm də, çox sevirəm, çox sərqəl görsənir. Amma özümdə elətdirə bilmərəm. Bir damcı dırnağım uzanan kimi özümü çox pis edirəm, çox əsəbi oluram. Dünyanın bütün mikrobları mənim dırnağımdaymış kimi hiss edirəm. Ona görə mən heç vaxt dırnaq eləyə bilmərəm. Növbəti ürün belə bir şeydir. Bu kağızı dəlmək üçün bir şeydir. Kağıza balaca dəliklər açmaq üçün bir aparatdır. Nə deyilir buna? Bilmirəm. Azərbaycanca. Belə bir şeydir də. Bu çox lazımlı bir şeydir. Amma bunu deyim şəkildə o qədər böyük görsədirdilər ki, deyirdim ki, wow. Neysə. İş görsün də. Böyük küçük fərqi yoxdur. Ümumiyyətlə mən bunu belə töküm. Nə olduqlarını görün deyə. Burada belə kutular var. Bunları saxlayacağım. Hələlik qədər şeylər açaq. Deməli belə muncuqlar almışdım. Sifarişlərdə istifadə edərəm deyə. 20 mm-dir. Gülər üzlü muncuq almışam. Və 10 mm-lik muncuq, içində 50 dənə var. Belə bir ürün almışdım. Bunu çox görürdüm videolarda falan ki, bu qaz peçin falan üstündə bəzən yağlar qalır. O yağlar da çox möhkəmləşir və zamanla o yağ həqiqətən yağ olmaqdan çıxır. Ona görə
YouTube'da falan videolarda belə bir şey olduğunu görürdüm ki, bu spatula kimi bir şeydir. Qaz peçinin üstündəki birikmiş yağları təmizləyir, amma qaz peçinə qəti zərər vermir. Amma yenə də ucuz səsi elə bir şeydədir ki, mənim şübhəm var ki, cızar ya yox. Bu arada o qədər yuxusuzam ki, bütün gecə yol gəlmişik və heç yata bilməmişəm. Ona görə dəhşət dərəcədə yuxusuzam və gözlərim yumulur. Növbəti ürün, yenə mənim ev ürünləri. Bunları çoxdandır qabağıma çıxırdı ki, hamının məncə qabağına çıxırdı o. Çox trenddir. Amma nə yalan deyim, tamam, orada yazılır da nə qədər tutulu olduğunu. Amma yenə də balaca gəldi, çox balacadır. Balaca belə 4 ədəd boyu var. Baxın, belə 4 dənə fərqli ölçülərdə 15 milim, 5 milim, 2 milim yarım və 1.25 milim. Növbəti ürün belə bir peeling fırçasıdır. Buradaki tükləri güya doğaldır. Həftədə bir peeling masajı etmək üçün çox gözəldir deyə düşünürəm. Baxın, belə bir şeydir. Və bədəninizə belə peeling edə bilərsiniz. Son zamanlar bu desenlərə bayılıram. Yəni həqiqətən o qədər sevirəm ki, baxın. Sırğasını almışam. Baxın. Durun. Bu stilləri o qədər bəyənirəm ki, sırğalarını da aldım. Blank tərzində. Çok güzel epoksiden işlenmiş bir sırğadır. Ve yine Blue Blanc stilinde saç aksesuarları aldım. Belə var. Belə var. Ve belə var. Hatta biriyle saçımı toplasam. Sonra belə bir şey aldım. Üzümü falan yuyanda veya makyaj yuyanda. Aslında belə bir bandanam var sırf makyaj yuymaq üçün. Amma həmişə buralardan axır. O hissi heç sevmirəm. Ona görə belə makyaj yuyma pedləri aldım. Yəni ki, belə buradan su axanda, yəni bu pedlərin üstünə gəlir. Buraya axmağı qoymur. Və sonra pedləri istədiyim zaman yuyaram deyə düşünürəm. Və belə bir bandanası. Saçı geri edib. Çok gülməli oldu ama neyse. Yani ki saçı geri edip üzü rahat yuymaq üçün. Bu da güzel görsənir. Keyfiyyəti də güzel görsənir. Və son ürünlər. Deməli biri bu. En çok gözlədiyim bu idi. Yəni en çok. Gördüğünüz kimi su termosu almışam. Sadece su değil, bu arada isti də saxlayır. Amma mən ən əsası çox su içmədiyim üçün həqiqətən elə olur ki, bir gün ərzində heç su içmirəm. Sadece çay falan ya kofe içmiş oluram. Heç su içmədiyim üçün buna doldursam bu məni bayağı saxlayacaq. Yəni ki, bu səhv eləmirəmsə 1 litr yarımlıqdır. Paslanmaz çelikdir və yüksək keyfiyyət olduğu deyilir. Belə bir pipeti var. Pipet də çox sərtdir və yenə Blue Blanc. Həqiqətən ölürəm bu desenlər üçün. Hələ Bakıdan bir şey almışam. O da bunun desenində. Görəndə almaq istədim mütləq. Amma bacım mənə hədiyyə aldı, sağ olsun onu. Belə. Ağzını açam. İçi də belədir. Qalındır. Dediyim kimi səhv eləmirəmsə bu 1 litr yarım olmalıdır. Və pipetində bu hissədən içəri salmaq mümkündür. Belə çox bəyəndim. Həqiqətən çox bəyəndim. Bundan sonraki favorite su qabım budur. Həqiqətən çox bəyəndim. Və ən son belə bir ürünümüz var. Amma bunu qətiyyən xatırlamıram ki, bunun içində nə var idi. İndi açaq birlikdə baxaq. Düşünürəm ki, yəni nə almışdım ən son bu kargonun içində. Bilmirəm. Belə qırılmağını istəməyəcək qədər. Hə, baxın. Belə bir şey almışdım. Ama bu da çok büyük görsənirdi videoda. Neyse. Baxın, bu xaladenikə qoymaq üçün yumurta qabıdır. Yumurtaları bura düzürsünüz. Aşağıdan bir yumurta alanda yuxarıdan belə gəlir yani. Buradan bir yumurta alırsınız, buradan gəlir. Belə bir şeydi bu da. İndi yoxlayaram xaladenikdə görək necə olur. Belə, mən videom bu qədər idi. Ümid edirəm ki, videomu bəyənmiş olarsınız. Əgər bəyəndinizsə, bəyənə basıb kanalıma abunə olaraq mənə dəstək olsanız çox sevinərəm. Sizin üçün həqiqətən xırda bir detay ola bilər. Amma mənim üçün daha çox motivasiya ilə video çəkmək üçün səbəb olur. Bir sonraki videolarda görüşərik. Sağ olun, hələlik. Kargomun sonuncu hissəsi də gəldi. İndi tez geyindim belə. Ev paltarının üstündən paltomu geyindim. Əslində kargo dünəndən gəlib, amma dünən çıxa bilmədim. Unutdum əslində, yoldaşım gələndə də deməyə ki götürsün. Unuttum, ona görə indi yadıma gəlmişkən saçım da yenə ıslaqdır biraz. Nədənsə mən videolar çəkəndə saçım həmişə ıslaq olur.
Hə, indi getdim, dedim tez gedim götürüm, yoxsa tamamilə unudacağım. Onsuz da xəstəyəm. Daha da xəstə olmamaq üçün papaq taxdım. Biraz siqaret isi gəlir. Və penoplastın arasında gəlib. Penoplastın evə dağılması ən nifrət etdiyim şeydir. Ona görə ehtiyatlı bir şəkildə açıb sonra da yerinə qoyacağım. Əslində bunu mamam üçün aldığım üçün elə də təkrar belə penoplastla paketləyib yerinə qoyaram deyə düşünürəm. Çünki buradan kəndə gedənə qədər qırıla bilər. Hamdi Beyin təklifini kabul etmədim və kəndi qutuma tutuyorum. Bunları əslində çox yerdə görmüş ola bilərsiniz. Bunlar belə kofe, şəkər, çay qablarıdır, üçlü. Ağzında da belə topları var. Bunun belə cızıqlıları da var idi. Mən belə sadə almaq istədim. Penoplastın içində gəldiyi üçün heç bir şey olmayıb, çox sağlamdır. Bu şüşəsi də keyfiyyətlidir. Bəzi şüşələr çox incə olur. Amma bu yəni çox qalın da deyil, amma çox incə də deyil. İndi yenə bunları tez olduğu kimi paketləyəcəm. Sonra mamam özü götürüb yuyar və istifadə eləyər. Və Trendyoldan da bir neçə sifarişim var idi. Elə bu videoda göstərmək istədim. Saçlarımın son zamanlarda dəhşət töküldüyünü demişdim. Ona görə də belə təbii tərkibli, %100 yəni təbiidir. Çox araşdırdım. Belə rozmarin suyu, yəni biberiye suyu sifariş elədim. Belə təklisi də satılır, ikilisi də, üçlüsü də satılır. Mən üçlüsünü aldım. Hardasa 1000 TL qədər idi. Bu deməli yağı deyil, biberiye yağı deyil, yəni biberiyenin suyudur. Və bunu istədiyiniz zaman saçınıza, saç diblərinizə belə püskürdə bilirsiniz. Durulamağa ehtiyac yoxdur. Tamamilə, yəni gündə 2 dəfədə, gündə 3 dəfədə istifadə edə bilərsiniz deyə düşünürəm. Görək indi həqiqətən səbirsizliklə gözləyirəm ki, bu nə qədər effektiv olacaq mənim saçıma. Çünki həqiqətən saçlarım çox tökülür. Və yenə belə bir şampun. Bunu da həqiqətən çox tərifləyirdilər. Saç tökülməyinə qarşıdır. Dökülən, geç uzayan saçlar için dolgunlaştırıcı bakım şampuanı. Mən tam vlogları çəkməyə başladığım vaxtda qeyd etmişdim ki, mənim saçım əvvəl çox uzun idi. Yəni həqiqətən çox uzun idi. Hətta oturanda falan altında qalırdı. Amma yəni ki, çox sevirdim uzun saçlarımı. Sadəcə dəhşət çox töküldüyü üçün artıq son zamanlar o qədər bezmişdim ki, və sanki belə məni yaşlı göstərdiyini hiss etdim. Əksinə qısa saçlar insanı yaşlı göstərir, amma o uzun saçlarımın, yəni bakımsız və yıpranmış saçlar məni həqiqətən yaşlı göstərdiyini hiss etdim və ya bəlkə də dönəmsel bir bunalım hissiyatı ola bilərdi və saçlarım həqiqətən indiyə qədər kəsmədiyim qədər çox qısa kəsdim. Çünki bilirəm ki, bir daha uzatsam yenə də belə qısa kəsməyim qeyri-mümkündür. Əlim gəlməz. Ona görə kəsmişkən elə bir dəfəlik belə qısa eləyim, bir müddətdə belə qısa saçım olsun deyə düşündüm. Ona görə kəsdim və kəsmişkən də saçlarımı daha sağlıqlı bir şəkildə uzatmağa çalışacağam dedim. İndi görək nə dərəcə effektiv olacaq. 400 milimdir. Çox da elə ucuz da deyil, amma çox baha da deyil. Sadəcə yoxlayacağım. Əgər effektiv olsa, yenə sifariş eləyərəm deyə düşünürəm. Sadəcə bunu gətirmə haqqı falan da kilo ilə olur deyə. Yenə də mənə çox ucuz başa gəlməyəcək, amma əgər effektiv olsa davamlı istifadə eləyəcəm. Yenə eyni markanın uşaq üçün şampununu da aldım. Bunu da çox tərifləyirdilər. Duzsuz şampuandır güya. İndi görək. Oğlum üçün yoxlayacağım. Oğlum üçün əslində istifadə elədiyim marka Bunken markasıdır. O da qəşəngdir. Sevirəm onu da. Bunu da yenə də yoxlayacağım. Hal-hazırda bu videonu editlərkən bu videonu çəkdiyimin üstündən 6 aydan da çox keçibdir və şampunla əlaqəli fikirlərimi demək istəyirəm. Şampun həqiqətən çox gözəldir. Saçlarımın tökülməyini çox azaltdı və mən artıq daimi olaraq bu şampunu həmişə stoklayıram. Hər endirimdə gördüyümdə və ya hər hansı bir influencerda bunun bəzən endirim kodları olur və ya ikinciyə 1 TL endirim falan olur. Hər elə görəndə həqiqətən ən dip qiymətə görəndə mən onu həmişə alıb stoklayıram. Parfüm göndəriblər. Çox qəşəng və yüngül iyisi var. Mən normalda belə yüngül iyiləri çox sevirəm. Sağ olsunlar. İlk dəfə deyə bilərəm ki, mənim sifarişimin içindən hədiyyə çıxdı. İlk kitab İşte Ben diye bir kitap. Aslında orada şekilde balaca görsənirdi, ama belə böyük bir kitaptı ve incədir. Çok güzeldi.
İkincisi küçük meşe palamıdı. Bunu da çok merak ederdim. Bunu belki de 2-3 yıl bundan qabaq həmişə görürdüm. Burada da yine bu kitabın sahibi yazılıb. Çok şirin. Ben çok seviyorum bu tarz karikatürleri. Karikatür deməyək də, yəni çizimler deyək də. Tam Azərbaycanca həqiqətən bəzən özümü yaxşı ifadə edə bilmirəm, yəni danışa bilmirəm, amma çok güzeldi. Büyüm zaman. Paylaşmak istemeyen ayı. Bunu da belə almaq istedim. Çünkü oğlum 4 yaşındadır ve tam bu yaşın, yani paylaşmakla alakalı bir şeyler öğretirse faydalı olabilir diye düşündüm. İndi görək ne derece faydalı olacak. Bu biraz qalındı, baxın. Çok qəşəngdir. Utangaç ayı Monty. Ponponun duyguları. Bu da çok şirin. Dünyanın en korkak hayvanı. Bu çizimler hakikaten, yani çok seviyorum bu çizimleri. Beni belə ürəyim gedir. Ekti. Kaligrafiya da çok güzel. Ben normalde kitapların həmişə kaligrafiyasına baxıram. Deyək ki, gittim mağazaya bir kitap alacağım ve o kitabın kaligrafiyası benim için çok yani vacibdir. Çünkü kaligrafiya həqiqətən biraz başka cür olanda. Deyək ki, mənə cazib gəlmədi kaligrafiya. O kitabı oxumaq mənə maraqlı gəlmir. Çok qəribə bir şeydir, ama elədir. Ama kitabın kaligrafiyasını bəyənəndə niyeysə belə oxumaq üçün həvəsim artır. Növbəti kitabımız Hayır Diyen Çocuk. Bu da tam bu yaşların lazım olan mövzularından. Uykusu gelmeyen porsuk. Her uşağın yatmamak problemi var diye düşünürəm. Yatmak istememek daha doğrusu. Bu da faydalı olacak diye düşünürəm. Ve son kitap Neyin Var Porsuk. Ve en son Rezonans Kanunu. Bunun eynisini dostum bana verip okuyayım diye. Ancak yani ki o belki de gec bitireceğim. Çünkü ben kitabı həmişə tam anlayarak ve hayatıma uygulayarak okumağı sevirəm. Yani bu tarz özünü inkişaf ettirme kitaplarından bahsedirəm. Roman falan değil. Yani özünü inkişaf ettirme kitaplarında həmişə hayatıma uygulayarak okumağı sevirəm. Ona göre belki de bir kitabı okumağım 2-3 ildə çəkə bilər. Ona göre yani dostuma ayıp olmasın diye onun kitabını verim diye buna özüme aldım. Bunlar isə videonun əvvəlində göstərdiyim xəstəxana çıxışı üçün olan dekorasiyalardır. Belə bir qısa videom var idi, ancaq Instagram formatında olduğu üçün belə kiçik görsənir. Yenə də bu videonun sonuna əlavə etmək istədim ki, canlı bütün dekorasiyaları görə biləsiniz deyə. Peluş ayıcığı, çıngırağı falan səbətləri təbii ki özüm hazırlamışam.